Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 11 aprel 2025-ci tarixli qanun və Prezidentin 30 may 2025-ci tarixli fərmanının icrası çərçivəsində həyata keçirilib. Əsas dəyişikliklərdən biri kimi inzibati məsuliyyətin əmək qanunvericiliyinə əsasən işçilərə ödənilməli olan vəsaitlərin ödənilməməsinə və ya tam ödənilməməsinə görə müəyyən edilməsidir. Belə ki, əgər ödənişlər sonradan gecikmə ilə, lakin tam şəkildə ödənilərsə, işəgötürənin qarşı inzibati tənbih tədbiri tətbiq edilməyəcək. Bu mexanizm işçilərin əmək hüquqlarının, o cümlədən sosial müdafiəsinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, bu və digər dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılması, işçilərin hüquqlarının gücləndirilməsi, işəgötürənin məsuliyyətinin artırılması və eyni zamanda yol verdikləri pozuntuların onlar tərəfindən aradan qaldırılması zamanı inzibati cərimədən azad olmaları baxımından mühüm əhəmiyyət daşıyır. Əmək hüquqlarınızı öyrənin və tələb edin.